Salam. Biz indi müəyyən insanı bağışlama, ilahi şəfalanma meditasiyasını edəcəyik. Sidq ürəkdən bağışlama və buraxmaq möcüzələr yaradır. Bugün sən yeni bir hisslər yaşayacaqsan. Bağışlamaq bu qədər rahat ola bilməzdi. İndi isə rahat bir yer seç, rahat əyləş və ya uzan. Gözlərini yum və dərindən nəfəs alıb verməyə başla. Burundan nəfəsini al, ağzından nəfəsini burax. Nəfəs al və nəfəsini burax. Nəfəs al, nəfəsini burax. Nəfəs al, nəfəsini burax. Nəfəs al və nəfəsini yavaş-yavaş burax. Tamamilə bu nəfəsdə diqqətini, fikrini tənəffüsünə ver. Hər nəfəs almada hiss elə ki, bədənin necə rahatlanır. Bədəninə rahat olmağa icazə ver. Nəfəs rahatladır. Nəfəs yüngüllədir. Nəfəsini al və nəfəsini ver. Hiss elə ki, xoş bir istilik bədənini bürüyür. Bədəninə diqqətini ver. Hiss elə əllərindən başlayır bu istilik. Ayaqlarından başlayır bu istilik. Döş qəfəsinə yayılır. Boğazına, kürəyinə yayılır. Başını bürüyür. Bütün bədəninə bu istilik yayılmağa başlayır. Bu necə də xoşdur. Bu sənə necə lazım idi. Nəfəsini al, saxla və burax. Yenə də nəfəsini al, saxla və burax. Hər nəfəsini alıb saxladıqca bədəninə o istiliyin yayıldığını hiss elə. Nəfəsini al, saxla və burax. Nəfəs alıb verdikcə bütün bədənindəki balansı hiss etməyə başla. Bütün bədənini hiss elə. O istiliyin yayıldığını hiss elə. Nəfəs al və nəfəsini ver. Nəfəs al, nəfəsini ver. İndi isə ətrafdan gələn səslərə qulaq as. Diqqətini ver. İndi isə məkanını hiss et. Olduğun məkanını hiss et. Ətrafı hiss et. Səsləri dinlə. Abu-havanı hiss et. Bu səni dərinliyə aparacaq. Hiss etdikcə bədənindən, beynindən bütün gərginliyi burax. Beynindəki fikirlərin itdiyini izlə. Onlar uzaqlaşmağa başlayır. Sən onları buraxırsan. Nəfəs al, nəfəsini ver. İndi isə gözlərin bağlı halda nəzərini alnının ortası, iki qaşın arasına cəmlə. Nəfəs al, nəfəsini ver, diqqətini ora cəmlə. Nəfəs al, nəfəsini ver, diqqətini ora cəmlə. Hiss elə ki,
tam rahatlanırsan, tam yüngüllənirsən. Və indi isə qarşında ürəyində inciklik olan, küstüyün və səni incidən və bağışlamaq istədiyin, buraxmaq istədiyin insanı təsəvvür elə, obrazını təsəvvür elə. Nəfəs al, ver. Nəfəs al, ver. O insanın obrazını təsəvvür elə. Diqqətini ora yönəlt. Kimdir o? O obraz özü gəldi, yoxsa sənə lazım insan idi? İndi isə onun gözlərinə bax. Gözlərini ondan qaçırma. Nəfəs al, ver. Diqqətini cəmlə. İndi isə ürəyinin dərinliyindən səmimi olaraq bu sözləri ona ünvanlamağa başla. Hiss elə ki, artıq sən buraxmaq istəyirsən və ona görə də ürəyinin dərinliyindən gələn o sözləri səsləndir. O da mənim kimi şəxsiyyətdir. O da mənim kimi həyatda xoşbəxt olmağa can atıb. Mənim kimi bu şəxsiyyət də həyatında problem istəməyib və nələrəsə qane olmayıb, nələrisə qəbul etməyib. Mənim kimi o da həyatında tənhalıq, ümidsizlik, çarəsizlik yaşayıb və hiss edib. Mənim kimi bu şəxs də özü, ailəsi və gələcəyi üçün nəsə etmək istəyib. Mənim kimi o da bu həyatda öz dərsini alır və yolunu gedir. İndi isə hiss et, bu sözləri dedikcə sənin ürəyin sevgi işığı ilə dolur və bu işıq ilahi bir nurdur. Hiss et, bu işıqla bütün bədənin dolur və sən sanki yüngülləşirsən. Hər canlı ilahinin yaratdığıdır. Onlar xoşbəxtliyə, sevgiyə can atır. Sevmək, sevilmək istəyir. İndi isə yenə də dediyim sözləri təkrar et. Məni yaradan əziz ilahi, səndən xahiş edirəm. Bu şəxsə sevgi bəxş etməyini səndən xahiş edirəm. Xahiş edirəm, onun yolundan bütün çətinlikləri götür. Onun yolunu asanlaşdır. Mən ona şəxsi, ruhi, mənəvi təmizlənmə və inkişaf niyyət edirəm. İndi isə bu sözləri dedikcə
şuurundan, bədənindən, ruhunda nə baş verdiyini hiss et. Özünə köklən. Hiss et, necə bütün varlığın sanki ağır yükdən xilas olur. Bədənin, şükür, razılıq, minnətdarlıq dalğaları ilə eyni sahədədir. Bu enerjini yaşa. İndi səninlə baş verənlər özü nemətdir. Ürəyində ilahi işığı hiss et. Sözsüz, şərtsiz, qüdrətli, hər yaratdığını qoruyan və yolunu açan ilahini hiss et. Hiss et ki, inciklik, qəzəbdən şəfalandıqca bu güc sənə ətrafına və bütün yaradılışına yayılır və bütün ruhunu şəfalandırır. Nəfəs al ver və ruhunun necə sakitləşdiyini, şəfalandığını hiss elə, necə yüngülləndiyini hiss elə. Bu ağır yükdən qurtulduğunu hiss elə. İlahi tərəfindən işıqla qərq olduğunu hiss elə. Nəfəs al ver və hiss elə. Bu hissləri hiss etdikcə ürəkdən minnətdar ol, təşəkkür elə. Minnətdarlıq hissini bədənində hiss elə. Nəfəs al ver, nəfəs al ver. İndi isə 5-ə qədər sayacağıq və 5-ə çatanda gözlərinizi açacaqsınız. 1